Sabirabad sakini kredit götürmək üçün banka müraciət edib. Məlum olub ki, adında küllü miqdarda vergi borcu var. Vətəndaş iddia edir ki, onun vergi hesabından ondan xəbərsiz istifadə edilib. Gəlin vətəndaşın başına gələnləri bərabər izləyək. Elşad Əliyev deyir ki, bir müddət əvvəl ünvanlı sosial yardım almaq üçün adına vahid olan vergi ödəyicisinin enləşdirmə nömrəsi, yəni VN açdırıb. VN hesabını bağlatdırmaq məqsədi ilə asan xidmətə müraciət edən vətəndaşa bildirilib ki, adına olan VN hesabı artıq deaktiv edilib. Elşad Əliyev 2024-cü ildə bankların birindən kredit götürmək istəyib və onun adına yenidən VN hesabı açılmalı olduğu bildirilib. Bu zaman məlum olub ki, vətəndaşın adında küllü miqdarda vergi borcu var. Şirvana yaxınlaşdım. VN açdırmağa görə, vergilər idarəsinə. Onlar mənə deyir ki, sən VN-ın açıqdır, bir dənə kartışka verdilər. Getdim banka, kredit götürməyə görə, bankadan vergi xəbər göndərdi ki, bu adamın devriyyəsində 500 mindən artıq 600 minə yaxın pul olub. Bunun hökumətə 26 minə yaxın borcu var. 25 min nə qədərində borcu var. Ona kredit verilmiyor. Elşad Əliyevin 2 övladı autizm xəstəliyindən əziyyət çəkir. Bankdan da krediti övladlarını xarici ölkəyə müalicəyə aparmaq üçün götürmək istəyib. İndi kredit götürə bilməməyi bir yana, Elşad Əliyevin adında olan vergi borcu səbəbindən ölkədən çıxışına da məhdudiyyət qoyulub. Artıq vətəndaş qarşılaşdığı problemlə bağlı aidiyyatı qurumlara müraciət edib. Sabirabadda prokurorluğa ərizə yazıb vermişəm. 102-yə müraciət etmişəm. Bakıda lokal idarəsində olmuşam. Onlar deyib ki, adıma kart olub. Vergi idarəsi bilməli ki, mənim borcum mənə 600 min dolardan ola bilər. Elşad Əliyev vergi hesabından istifadə edən şəxs və yaxud şəxslərin tez bir zamanda tapılaraq məsuliyyətə cəlb olunmasını istəyir. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV, Sabirabad.